Bəli, gəldik çıxdıq ən həssas və bəlkə də ən çox təəccübləndirəcək məqama. Keçən hissədə dediyimiz o həqiqi kafir inancı var ha, o sadəcə kitablarda qalan bir nəzəriyyə deyil, o birbaşa əmələ, praktikaya yansıyır. Yəni, konkret olaraq gündəlik həyatda, insanlarla davranışda necə özünü göstərir? Gəl elə ən ağır yerdən, ölümdən və cənazədən başlayaq. Şeyx Əl-Mufid açıq şəkildə yazır ki, vilayət məsələsində haqqa müxalif olanın ölüsünü yumaq və ona cənazə namazı qılmaq heç kim üçün icazəli deyil. Heç cür icazəli deyil, bəs qonşudursa, tanışdısa, Yalnız bir istisna var, təqiyyə zərurəti. Yəni məcburiyyət qarşısında özünü qorumaq üçün edə bilərsən. Amma bu halda da cənazə namazında ona rəhmət diləməməli, əksinə onu lənətləməlisən. bir anlıq düşündüm ki, bəlkə bu sadəcə Əl-Mufidin şəxsi fikridir. Başqa fəqihlər necə? Bunu dəstəkləyir? Tamamilə. Əl-Bəhrani təsdiqləyir ki, bu həm də Şeyx Ət-Tusinin, Əbu Salih Əl-Hələbinin, Səllər Əd-Deyləminin və İbn İdris Əl-Hillinin məzhəbidir. Hətta Əbu Salih Əl-Hələbi xüsusi vurğulayır ki, 4-cü rükətdən sonra onu lənətləyib cənazədən çıxmalısan. Bu doğrudan da çox ağırdır. Yaxşı, bəs sağlığında necə? Məsələn, adi insani yardımlar. Çox gözəl sualdır. Məhəmməd Baqir Əl-Bəhbəhəni imamətin dinin üsulundan olmasını əsas gətirərək yazır ki, müxaliflərə sədəqə vermək, hətta su vermək kimi bəsit insani əməllər belə qadağandır. Su vermək belə qadağandır. Yaxşı, bayaq sən cənazədə 4-cü rükətdən sonra dedin. Səhv etmirəmsə, şiəlikdə cənazə namazı 4 yox, 5 təkbirdə axı. Buradakı fərq nədən qaynaqlanır? Bəli, diqqətindən qaçmadı. Bax, bu fərqin arxasında çox dərin bir teoloji mesaj dayanır. Bir rəvayətdə Əbu Bəsir İmam Əbu Əbdüllahdan əleyhissalamdan soruşur ki, niyə biz 5 təkbir deyirik, amma müxaliflər 4? Və cavab nə olur? İmam cavab verir ki, İslamın əsaslandığı sütunlar 5-dir. Namaz, zəkat, oruc, həc və biz əhl-i beytə olan vəlayət. Allah hər sütun üçün bir təkbir təyin etdi. Siz 5-ini də qəbul etmisiniz, amma müxaliflər 4-ünü qəbul edib vəlayəti inkar ediblər. Ona görə də onlara 4 təkbir qılınır. İmam Riza da başqa bir rəvayətdə eyni səbəbi təsdiqləyir. Hər şey indi yerinə oturdu. Yəni 4 təkbir qılmaqla əslində onun vəlayəti inkar etdiyini və naqis olduğunu rəmzi olaraq göstərirlər. Bəs o 4-cü təkbirdə edilən bəddua necə bir duadır? Onun mətni varmı kitablarda? Var, həm də çox təfərrüatlı şəkildə. Əbülməcd Əl-Hələbi, Yəhyə bin Səid Əl-Hilli, Əl-Feyz Əl-Kəşani kimi alimlər 4-cü təkbirdə bəddua edilməsini buyururlar. Əli bin Bəbəveyh Əl-Qummi o duanın mətnini belə öyrədir. Allahım, bu bəndəni rüsvay et, onu atəşə at, verəcəyin cəzanın ən ağrılısını ona datdır, içini atəşlə doldur, qəbrini dar et, əzabını yüngülləşdirmə, onun üstünə yağdır və sonda cənazə qaldırılan da Allahım, onu qaldırma və təmizləmə deyilməlidir. Sözün düzü mən nə deyəcəyimi bilmirəm. Bu gözlədiyimdən qat-qat sərt bir yanaşmadır. Və son olaraq Mühəmməd Həsən Ən-Nəcəfinin sözlərini desəm, mənzərə tam aydın olacaq. O deyir ki, müxaliflərin açıq şəkildə təhqir edilməsi və xüsusən də onların qeybətinin edilməsi şiyələr arasında Allaha yaxınlaşmağın ən kamil yollarından, ən üstün ibadətlərdən biri hesab edilir. Və əlavə edir ki, rəvayətlər onlardan uzaq durmağı vacib etdiyi halda bir möminlə müxalif arasında qardaşlığın ola biləcəyini necə təsəvvür etmək olar? Bəli, bugünlük məncə bu qədər dərinlik kifayətdir. Məzhəblər arasındakı qırmızı xəttin əslində nə qədər kəskin olduğunu bugün tarifi və teoloji mənbələr işığında tamamilə gördük. Çox sağ ol bu maraqlı müzakirə üçün. Dinləyicilərimizə də təşəkkür edirik. Növbəti buraxılışlarda görüşənədək.